Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Başladım mən ağaçdan özümü qoruma. Bu erməninin biri Vaqifə dedi ki, Razimi, ara şandığa, tıxı, paxı, şandığa qaçmaq istəyir. Dizimdəydi yerə, dəyən kimi Şimasel avtomatla buradan çırpdı. Çırpdı, keçdim hələ. Ay haray, aydat, heç kəs yoxdur. Kətdə kimi armaturla, kimi tay ağaçla vurdular, başım gözüm partlatdılar. Dağıtdılar, qızıl alqana boyandı. Vay vay vay. Erməni kəndinin sakinləri. Bəli. Təpi ilə buradan 2 dənə təpi vurdu. Dedi bir dəfə uy elə ki, uf elə ki, mən ürəyim toxtasın da, sərinləsin. Üstüm zanım qandı. Donquz gəlir ki, məni axşam yesin, ayağımla ancaq istifadə edirəm. Ayağımla vururam, donquz çəkili gedir. Neçə yaşınız var? 75'e keçdim. Maşallah. Maşallah könlün olsun. Siz neçə ay, neçə vaxt erməni əsirliyində olmusunuz? Mən demək sentyabrın 19'u tutulmuşam. Neçənci ildə? 1991'də. Yanvarın 5'i məni dəyişiblər, 2 erməni ilə qaytarıblar. 3 ay deyək də. Bəli də, bəli. Necə oldu düşdünüz əsirliyə? Siz bu haqda istədim danışardınız. Deyim də. Yadınızdadır hər şey? Bəli. Mənə 2 dənə bir daimi olan toyuydu. Şuşanın özündə yaşamışıq. Şuşalı olmusunuz, Şuşada qalın. Bəli, Lab özündə anadan olmuşam, doğulmuşam, böyümüşəm. Daimgildə elə Şuşada yaşayırdı. Oğlunun toyu axşam idi. Aha. Qardaşımın qaynının toyu. Xəlfəli kəndi var Şuşanın. Orada kətdə idi. Səhər idi də günorta. Mənim atım var idi. Cıdır düzünə buraxırdım, orada otlayırdı. Cıdır düzü də belədir ki, o qədər alkasiya ağaçlardır, görmək mümkün olmur ki, içində gizlənəni görmək olmur. Mən getdim ki, atımı gətirim, günortaya gedim o toya, qaydaram, axşam gedərəm daim oğlum toyuna. Getdim mən atı gətirməyə, sən demə ermənilər, 3 erməni gəlib girib ağaçlıqda gecə gizlənib ki, Azərbaycanlı tutsunlar, aparsınlar, tutulan ermənilərlə dəyişsinlər. Mən getdim atımı gəzməyə, Cıdır düzünün başı hissəsində Daşaltı kəndi var, o tərəf, o üzündə, qayanın o üzündə. Qayanın da qəlbili haradasa bir 120-130 metr qəlbidir, qayanın baş hissəsinə. Çatanda gördüm ki, at yoxdur orada. Aha. Bir tərəfi də şam ağaçlardır. Bildim, fikirləşdim ki, şamlığa gedib. Elə-belə çöndüm, qayanın, böyük bir dənə daşdı qayanın üstündə. Çöndüm ki, fırlanım, gəlim, gedim. Bir də gördüm ki, bir səs gəldi. Gördüm ki, Alyoşa adında oğlandı, tanıyıram hamısı. Tutanların hamısını tanıyıram. Bəli, Alyoşadır, Türk Beşatılan tutub, nişan alıb məni. Deyir, tərpənmə. Tərpənmə, mən düzdür, biraz həyəcanlandım. Əlimdə bir dənə ağaçdır. Daşın dalından belə
fırlandım bir üzə keçəndə gördüm ki, ikisi də əlində avtomat, 3 nəfərdilər. Məni aldılar aqrujeniya. Aldılar, alanda biri Vaqif'di adı, birinin adı böyük avtobus sürürdü, Razmik'di. Nəysə aldılar mənə aqrujeniya. Onları siz hardan tanıyırsınız? Mən əvvəldən tanıyıram. Kənd Şuşanın kəndidir, Daşaltı. Şuşa ilə o Daşaltının arası bir çox olsa 700 metrdir. Nəysə düzü ayrı əlacım olmadı. Qayadan hoppansam 120-130 metr gedib düşəcəm aşağı, qırıq-qırıq olacam. Yenə erməni kəndidir. Erməni mənə Şuşanın kəndidir, amma erməni yaşayır. Erməni aparacaq. Bunlara çatdım, bax belə yoxuş tərdi durduğum yer. Ayaqqabım, əmin qurban, altı badoşdur, sürünçür daşlıqda. Başladım mən ağaçdan özümü qorumağa. Belə qorudum. Qoruyanda bu erməninin biri Vaqifə dedi ki, Razmik, ara şandığa, tıxı-paxı, şandığa qaçmaq istəyir. Bu 3 dəfə o kiret verdi, mən deyiri götürmək istəyirlər. Öldürmək istəsə, doldurar bədənimə gülləni. Nəysə ağacı ora-bura çalıram. Beyqəfdən ağacı gətirdi, bu 3 dəfə o kiret verdi, 9 güllə buraxdı ayaqlarımın arasına, dəydi torpağa sevirdi. Ağacı Beyqəfdən gətirdim, bunu buradan çəpinə, buradan Vaqifin əlinin üstündən vurdum. Vuranda 2 barmağı çıxmışdı buradan, sağdın da buradan qırıb, saldı yerə, ağac. Saldı yerə, bu əlini ağac deyəndə avtomat, Şumaser avtomatdır, bax bu boyda avtomatdır, dəmirdir hər yeri. Bu əlindən çıxdı, sallananda hoppandım ki, görüm, ölüm yeridir, onsuz da ayrı təhər yoxdur. Qarmalayıb əlinə ala bilərəmmi, ayaqqabı qaçdı, dala dizim dəydi yerə. Dəyən kimi Şumaser avtomatla buradan çırpdı, keçdim ələ. Ay haray, aydat, heç kəs yoxdur. Kim var ki, məni sürüyürlər indi. Ayaqlarımdan tutub sürüyürlər, qayanın altına yendisinlər. Demək, mən neynədim? Cibimdə atımı qəndəvör getmişdim. Qəndi belə tuturdum, gəlirdi, yeyirdi, tutub aparırdım. Cibimdə qəttlər töküldü, xırda pullarım zam töküldü. Məni sürdülər, əlimi atıram yerə, mamurları zadı. Bizdə tubulqa çubuq deyirik, belə tubulqa çubuqlar var, bu uzunluqda olur. Sübürgə zat qayırlar. Ondan qırıram, eləyirəm ki, izim qalsın. Məni yendirdilər qayanın altına, kəndin üstünə. Əmin qurban, yendirdilər ora, gözümü qara letlə bağladılar. Tutdular qolumdan, yendirdilər kəndə. Kəndə yendirəndə, kətdə kimi armaturla, kimi ağaçla vurdular, başım gözüm partlatdılar. Dağıtdılar, qızıl alqana boyandı. Vay. Erməni kəndinin sakinləri. Bəli. Qızıl alqana boyandım. Demək, məni neynədilər? Oğlan məni, baxdım ki, 5 vedirə dağların suyundan, suyuq suyundan gətdilər, tökdülər ki, qan geçsin, başımdan tökürlər, ta bədənim cımcılıq suya batdım. Batdım, əmin qurban. Məni gördüm ki, sideniyə çəkildi, cırıldadı. Bu 3 nəfər bunları qabağını kəsdi, ta qoymadı vuran olsun. Baxdım ki, maşının sideniyası çəkilməkdə gözüm bağlıdır, hissiyyətimlə eləyirəm. Nivadır. Ona görə ki, çəkdi axı qabağa, oturacaq. Məni keçirdilər arxaya. Keçirdilər, bir hardasa 1 saat yol getdilər, təxminən.
gördüyünüz bu yer digər asılılıqlardan əziyyət çəkənlər üçün müalicə mərkəzidir. Azad Həyat Reabilitasiya Mərkəzi. 12 ay ayıqlığım var. Burada sağalma olmasaydı, mən 12 ay burada qalmazdım. 2 il 3 aydır ayığım. Azad Həyat Reabilitasiya Mərkəzində müalicə almışam. Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. 22 aydır ki, ayıq həyat yaşayıram. Azad Həyat Reabilitasiya Mərkəzində yaşından, stajından asılı olmayaraq nəticə almaq olur. Nəticəmiz göz qabağında. İçəriyə salanda baxdım ki, bir dənə evdi, üstü evdi, altı tağbətdir, tövlədir. Bir dənə də eşşək boyda yalan olmasın, bir dənə donquzdur, bax belə yekə bir donquzdur tövlədə. Ortamla o yekə qıfıldan zəncir saldılar, bağladılar. Demək divarı deşiblər bu boyda, deşiblər. Bu uzunluqda lomdur. Arxasında bu formuda sıvarka eliflər, oranı da ora qıfırladılar. Ta qaçmaq mümkün deyil ha. Oradan onu qıra bilməzsən heç nə. Nəysə axırda qollarımı da dalda pres kəndirindən sardılar buradan, arxada. Qaldım bu formu, qaldım, məni döyürlər, vururlar, təpi, yumruq, dəyirəm divara zada. Nəysə qoydular, getdilər, axşam, gecə bir də gəldilər, bir də döydülər. Məndən erməni soruşurlar ki, tutulmuş erməni soruşurlar ki, vahan var. Vahanı neynəyəmisiniz? Deyirəm, ay kişi, mən bilmirəm, vahan görməmişəm. Deyir, sən biz tanımırıq, sən kimsən? Biz səni yaxşı tanıyırıq, kimsən? Denən yerin. Deyirəm, ay kişi, bilmirəm. Vururlar, qoydular, axşam getdilər, üstümüzanım qandı. Donquz gəlir ki, məni axşam yesin, əyağımla ancaq istifadə edirəm. Əyağımla vururam, donquz çəkilir gedir. Nəysə, məni əmin qurban şeylərlə, səhər gəldilər, yenə döydülər, elədilər. 6-cı gün, hər gün gəlirlər, döyürlər, bir loxuma belə çörək verirlər. Bir loxuma, bax, beləcə bir gündə bircə belə çörək verirlər. Səhəri gəldilər, 6 gündən sonra evin yəsinin, qızının nişanlısı girdi tezdən içəri. Saat olar 6. Girdi içəri, mənə dedi ki, o qabaqlar belə bıçaq var idi. Üstündə tula şəkili var idi. 7-8 ağzı vardı. Ondan çıxartdı, belə tutdu əlində. Dedi ki, deməyəsən, vahanı neyniflər. Dedim, ay kişi, mən bilmirəm. Dedi, İslam var. Onun harda olur, neyni? Dedim, mən İslam Laçınlıdır, mən tanımıram. Dedi, sən niyə yalan deyirsən bizə? Dedim, mən yalan demirəm. Dedi ki, bıçaqla getdi, buradan 2 dənə ev yəsində oğlu var, cansızdır, bunun yanında durur. 2 dənə buradan soxdu bıçaqla. Boynumu da qanqardı, arxadan bir de buradan kəsdi. Kəsdi, kəsəndə çəkildi dala, buradan qan fışqırır. And olsun bizi yaradan Allah'a. Fışqırır. Təpi ilə buradan 2 dənə təpi vurdu. Dedi bir dəfə uy elə ki, uf elə ki, mən ürəyim toxtasın da, sərinləsin. Dedim ki, öləm, and olsun bizi yaradan Allah, əlimdə ələcim olsun, dişimlə didif yərdim. Əlimdə ələcim yoxdur, uf da eləmədim. Bu ev yəsin oğlumunu tutdu, dartışdırdı ora-bura. Ki, çıxartsın da, gücü çatmadı, qaçdı, getdi, atasına dedi, atası gəldi bunu, saldı şillənin yumruğunu altda, bunu çıxartdı. Çıxartdı, apardı, yaralı adamam, əynimdə bir maykadır, payızın günüdür, bir yayın axırı ayıdır, bir dənə də urbaşqadır, bir də şalvarımızdan, and olsun bizi yaradan Allah. O ev yiyəsinin atası dedi ki, mən bir adam soruşacağım səndən, Şuşada.
Onu düzgün desən, sağ hörmət eləyərəm. Dedim, kimdir, de görüm, nə mənada soruşursan. Dedi ki, dedi Salih var, Qəssab Salih. Onu tanıyırsan, dedim Qəssab Salih Qiyasın yeznəsi, dedi hə. Dedim ki, yoldaşda həkimdir, dedi düzdür. Dedim dostumdur, həm də ki qohumumdur. Nədir ki? Dedi ki, o mənim ən əziz dostum olub. Mənim yoldaşım 2 ay onun evində xəstə olub, evində müalicə eləyib, sağaldıb, yola salıb gəlib. İndi mən sənə hörmət eləyəcəm. Amma o uğraşlar, o da ermənidir, ha, şəxsən. O uğraşlar bilməsin. Nəysə, bu getdi 100 qram tut arağı getdi. Aha. 100 qram bal getdi. 100 qram doşab getdi. Dedi ki, bax, bunları yağı isti iç, yaranı pişirsin. Yağı, balı qatdı doşaba, yedirtdi, içirtdi. Əmin qurban. Aha. Araqdan da içirtdi. Dedim, mən araq içən deyiləm. Dedi, iç ki, yaranı qoy, istilik versin içərdə, öldürməsin. Nəysə, onu da içirtdi, getdi, bir dənə o vayenli qabaqlar, bu Sovetin vaxtında sarı şinellər vardı, yundan. Ondan birini geyindidi, üşüyürəm, yaralı adamam, üşüyürəm. Demək, geyindidi, ermənilər gələndə gördü ki, şinel geyindirib. Dedi ki, şineli şat, apar at verdi ki bunlara. Dedi, düşman olanda nə olar? İnsandır, çıratmayın əyindən. Yaralıdı, üşür. Çıratmadılar, əmin qurban. Nəysə, ondan ayına gəlirlər. Gündə 2 dəfə baş çəkirlər, gedirlər. 9-cu gün gəldilər, gecə idi. Gəldilər ki, aparıq öldürməyə. Dedim, aparırsınız, aparın. Məni bir traktora qoydular, gecədir. Gecənin qaranlığıdır. Özdə soyuq havadır, sentyabrdır, dağların soyuğudur. Can əmi, can. Hə, əmin qurban, məni götdülər, getdilər, bu Vaqif oğraş. Mənə dedi ki, erməni dilini bilirsən, mən də azmaz bilirdim. Dedim, bilmirəm. Dedi, bu Azərbaycanca sizdə mollalar kəlmə-şahadat oxuyur. Kəlmə-şahadat, dedim, öldürsən öldü, mən kəlmə-şahadat bilmirəm. Öldürsən, kişi kimi apar öldü, vəssalam. Bədənim suyuqdan uçalanır. Bu dedi ki, erməni dilində dedi ki, hərif eləyir, qorxudan uçalanır. Deyəndə, mən dedim ki, öz dilimizdə, dedim, mən hərif deyiləm, qorxmuram, qorxudan uçalanmıram, bədənim yaralıdır. Ona görə suyuqdan əsirəm. Dedi, bə o uğraş, sənin söyürdana ağzına gələn nədir, düşməndir. Deyir ki, bə deyirdin, erməni dilini başa düşmürəm. Mən də dedim ki, sən birin dedin, mən də birin dedim. Neynirsən elə? Bunlar məni xeyli də apardı, düşürdülər. Bir yerdə düşürdülər. Aha. Düşürdülər, dedilər ki, burada qoy traktora qoysun, gəlsin, səni burada güllələyəcək. Məni apardılar, bir bulaq suyundan keçirdilər. Apardılar, bir əlim dalda bağlıdır. Bir ağaca sökədilər. Sökəyəndə, əmin qurban, demək tut ağacından başqa dünyada heç bir ağacın belə arasında yarmaq yoxdur. Mən onu hiss edirəm ki, o tut ağacıdır. Hardadırsa, tut ağacıdır. Mənim gözü bağlı olmuşam. Demək, gəldilər, məni götdülər, biraz da gəldilər, gələndə gördüm bir dəmir səs gəlir, qıfıl açırlar. Qıfılı açdılar, içəri saldılar, məni gözümü açdılar. Baxdım ki, bu evdən də uzun bir dərmandır, üydücü dərmandır, 2 dənə üydücüsü var. Demək,
məni gətdilər, bir plitka qoydular. Demək, çaydan, 2 çaydan qoydular. Bir çaydanın birini suyla, ikisini də doldurdular. Birin soyuq su qoydular, birini qaynadarsan deyədik. Qoydular, 2 ay da burada qaldım. 4 gündən bir dənə çörək gətirirlər. Onların belə ağappaq, bizim xəmrəli deyərdik, ona bənzər çörəklər olur. Onu bax, bircə belə böləm, belə, bir dənə bu boydasın, bir dənəsin axşama kimi 3 dəfə yeyirəm. Ta uje qeyri-mümkündür ki, onu 4 gün ondan istifadə edirəm bir dənə çörəkdən. Nəysə, əmin qurban, qət qoydular, çay içməyə, istəkan qoydular. Nəysə, bununla da 2 ay qaldım orada. Çay gətir, ondan sonra çay gətir, çay gətir. Çay gətir. Azərbaycanda ilk keçmiş adı bərpa, indiki Azad Yaşayış Özəl Psixiatrik Klinikası haqqında məlumat vermək istəyirəm. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim, 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorunun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı.